bizim bədənimiz onu dəstəkləmir, uyğun deyil. 很好吃，不能吃，因为这才200的东西。 Qədərindən çox olub, ziyan olub da. 辣的，我先开饭的各位，真的很辣。 Tayvanda kamera qarşısında kosmetik məhsulları yeyən bloger ölüb. Guava Beauty adı ilə tanınan 24 yaşlı qız müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkib. O, xüsusilə dodaq boyası və ənlik kimi məhsulları kamera qarşısında yeyərək izləyicilərinin diqqətini çəkməyə çalışıb. Bir müddət sonra gənc blogerin profilində onun qəfil öldüyünü göstərən paylaşımlar edilib. Ənlik, başqa şeylər də yerdir. Məncə orada olan maddələr onun sağlamlığına ziyan verə bilər. Məncə qarışdırıb yeməyinə görə ola bilər. Əlbəttə ola bilər, allergiyası olan adam olur yəni. Yəqin hər şeyin o qədərindən çoxu ziyan olduğu kimi, bu da qədərindən çox olub, ziyan olub da. Bizim bədənimizə uyğun deyil. Bizim bədənimiz onu dəstəkləmir, uyğun deyil. Doğrudanmı blogerin ölümünə kosmetik vasitələri yeməyi səbəb olub? Bununla bağlı mütəxəssislərin fikirləri isə müxtəlifdir. Kosmetik vasitələrin yeyilməsi insan sağlamlığına ciddi fəsadlar törədə bilər. Çünki burada istifadə olunan kimyəvi maddələr birbaşa olaraq qaraciyərin və böyrəyin funksiyasını poza bilər və digər daxili orqanların zədələnməsinə gətirib çıxarda bilər. Eyni zamanda kosmetik vasitələrin tərkibində istifadə olunan kimyəvi maddələr hormonal balansın pozulması ilə yanaşı ciddi allergik reaksiyalara da səbəb ola bilər ki, bu da çox miqdarda qəbul olunduqda ölümlə də nəticələnə bilər. Boyalar və kosmetik bu məhsullar istifadə olunan, onlar toksiki təsirə malik deyil və heç bir zəhərlənməyə səbəb olmur. Ümumiyyətcə, bizim toksikoloji mərkəzə də müraciət edəndə həm az yaşlı uşaqlar, həm yaşlı insanlar da, onlar əsas da az yaşlı uşaqlar daxilə istifadə edəndə heç bir yardım görsənilmir. Ona görə ki, səbəb kimi bunlar potensial olaraq toksiki təsirə malik deyil. Ekspertlərin sözlərinə görə sosial mediada izlənmə və məşhurluq uğruna edilən riskli hərəkətlər gənclər üçün ölümcül nəticələrə gətirib çıxara bilər. Bu kimi videoların platformalardan silinməsi və maarifləndirici tədbirlərin vacibliyi isə mütləqdir.